Salam, 11-lərin OTK sınağına belə bir sual düşüb. Piramidanın oturacağı kadetləri 9 və 10 olan duzbucaqlı üçbucaqdır. Piramidanın həcmi 120 olarsa, onun hündürlüyünü tapın. Piramidanın həcm düsturu V bərabərdir 3də 1, S oturacaq vurulsun H olur. S oturacağı tapsaq, katetlərin hasilinin yarısı olur. Bu da eləmiş olur 45. Verilənləri bu düsturda yerinə qoyub, hündürlüyünü tapa bilərik. Yazırıq 3də 1 vurulsun, S oturacaq 45-dir, vur H bərabərdir 120. Burada 3 ilə 45 ixtisar getdi, 15H bərabər də alınır 120. H da bərabərdir 120-ni bölürsən 15-ə, eləmiş oldu 8. Deməli, hündürlük 8 eləmiş oldu.